Bugünə qədər dönər yemisiz? Çünki bu əgər dönərdirsə daha öncə yediklərim görəsən nədir? Yoxdur belə bir ləzzət. Bilirsiniz ki, xüsusilə seçib getdiyim yerlər dönər məkanlarıdır. Burada çox bəyəndiyim Həz dönərin yeni filialıdır. Özü də açılıb evimə yaxın Renesans Palace'da Elmlərdə. Buranın digər filialından fərqi odur ki, burada çox ləzzətli, müxtəlif, fərqli kabablar da verilir. Nəinki ətlərinin keyfiyyətini, bütün ərzaqlarının keyfiyyətini özüm bələdəm. Kabablar o qədər xüsusi hazırlanıb ki, ağıza qoyan kimi ağızda əriyir. Məzələrdən paşa əzmə getsəniz mütləq sınayın. Bol püstəli, qozlu, pendirli bir əzmə idi. Bu nədirsə başqa bir level idi. Gələk o dadı damağımdan getməyən kalzon dönərə. Qeyd edim ki, çörəyi də burada hazırlanıb. Tərkibində çox fərqli pendir və əlavə sosdan istifadə edilib. İnanın şişirtmirəm, belə dönər heç vaxt yeməmişəm. Çox dadlı idi. Bura gedib tək bir şey sifariş edəcəksinizsə o kalzon dönər olsun, xahiş eləyirəm. Yediyimiz qozlu sarma, quzu pambıq, pendirli toyuq köftə, sarma beyti kabab, Bonaparte kabab. Onlara da deyəcək sözüm yoxdur. Həqiqətən çox dadlı idi. Bu filial çox genişdir və əlavə olaraq geniş uşaq otağı da var. İnteryeri göz oxşayır, hər yer təptəmizdir. Servisi də yüksəkdir. Bir sözlə mən buranı dönərxana yox, lüks restoran sayıram. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.